Salam, 2025-ci ilin buraxılış imtahanında istifadə olunmuş sual tiplərini gəlin biri ilə tanış olaq. Ən çox istifadə olunan sual tiplərindən biridir. Yəqin ki, bu ildə qarşılaşacaqsınız. Ona görə izaha axıra qədər qulaq asın ki, 5 balı buradan əldə edə biləsiniz. Mətndən isə cədvəl doldurun. Deməli, bir hissədə müddəa var, digər hissədə fakt var. Faktın görürük ki, birini yazıblar. Şumerlər ən qədim yazının müəllifidirlər. İndi gəlin biz bu faktı mətndən tapaq görək, bu fakt hardadır. Baxırıq mətndə fakt bu hissədə verilibdir. Şumerlər dünyanın qədim xalqlarından biridir. Onlar ən qədim yazının müəllifidirlər. Hətta ilk təkəri 60-lıq hesablama sistemini də Şumerlər yaratmışlar. Dünya xalqlarına məxsus bir çox əsərlər də qədim Şumer miflərindən qaynaqlanır. Deməli, biz bu hissədə nə gördük? Müddəa bilirik ki, faktı, deyək ki, biz buradan götürüb faktları kitabdan yazırıq. Müddəa isə, belə deyək də, bir ümumiləşdirilmiş fikir olmalıdır. Baxırıq ki, qədim yazının müəllifidirlər, ilk təkəri yaradıblar, 60-lıq hesablama sistemini yaradıblar. Deməli, buradan biz bir müddəa çıxarda bilərik. Bir müddəa deyəndə bir ümumi fikir çıxarda bilərik ki, Şumerlər dünya mədəniyyətinə töhfələr vermişdi və yaxud da ki, Şumerlərin dünya mədəniyyətinə verdiyi töhfələr. Bu kimi müddəalar yaza bilərik. Daha sonra başqa bir müddəa necə yaza bilərik? Şumerlərin dünya sivilizasiyasının formalaşmasında mühüm rolu olmuşdu. Sonra Şumerlər bir çox elmi və mədəni yeniliklərin əsasını qoymuşdur. Bu kimi müddəalar yaza bilərik. Bəs fakt hissəsinə nə yazacağıq? İndi fakt hissəsinə də həmin müddəanı təsdiq edəcək təbii ki, faktlar yazacağıq. Burada indi həmin müddəanı təsdiq edən faktlara baxaq. İlk təkəri yaradıblar. Daha sonra bir də 60-lıq hesablama sistemini də Şumerlər yaratmışdı. Bunu isə fakt hissəsinə yaza bilərik.